Bir, iki, üç. Bakı şəhər Xəzər rayon 216 saylı orta məktəbə yeni təyinat almış direktor Çinarə Cəbrayılova gəlişi ilə səs-küy yaradıb. Məktəbin ingilis dili müəllimi Babayev Sədaqət Media TV Azmedia qrupuna müraciət edərək bildirir ki, rüşvət məktəbdə tüğyan edib. Müəllimə bildirir ki, pul almadığını deyən Çinarə Cəbrayılova məktəbdə pulla alınan hədiyyələr qəbul edir və məktəbdə müəllimlərin ona ad günü keçirilməsinə fürsət yaradır. Hörmətli Çinarə Cəbrayılova, kadrlarda gördüyünüz bu kimi hədiyyələr rüşvət sayılmır, vətəndaşın şikayətini təqdim edirik. Hüquqi qiymət verilməsi aidiyyatı qurumların üzərinə düşür. 216 saylı orta məktəbin ingilis dili müəllimi Babayev Sədaqəti təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Babayev Sədaqət, Xəzər rayon 216 saylı məktəbin ingilis dili müəllimiyəm. Yadınıza gəlirsə, mən keçən ildə bir müsahibə vermişdim. Müsahibə verəndən sonra gözəl nəticə oldu 216 saylı məktəblə bağlı. Yəni mən artıq neçənci dəfədir ki, 216 saylı məktəbə təyin olunan, təhsil idarəsinin tərəfinə təyin olunan, direktorlar tərəfinə təzyiqlə məruz qalıram. Artıq 3-4 ay olan məktəbə təyin olunan Çinarə Cəbrayılova adında bir xanım məktəbimizə müvəqqəti olaraq 3 vəzifəni yerinə yetirən Çinarə Cəbrayılova, belə deyək, Cəbrayılova müvəqqəti 216 saylı məktəbə direktor təyin olundu. Çinarə Cəbrayılova məktəbə girəndən ilk məktəbin təhsili yenə mən Babayev Sədaqətdən başladı. Çinarə Cəbrayılova məktəbə dəvət olunanda, Çinarə ən gözəl bir şey, mənim yəni xoşuma gəlməyən bir şeydir ki, təhsil idarəsindən Çinarə xanımı təqdim etməyə gətirib gələn təhsil idarəsi işçisi Aygün xanım təqdim edəndə orada belə bir söhbət işlətdi ki, göndərmişik ki, siz problemli məktəbsiz, buranı düzəltməyə. Mən o gün orada, o iclasda da qeyd elədim, yenə buradan da üzümü təhsil idarəsinə bildirirəm, bütün ümumiyyətlə təhsildə olan insanlara bildirirəm ki, 216 saylı məktəb, bütün məktəb kollektivi olmaqla çox gözəl, çox, yəni ki, bütün intellektual səviyyəsi yüksəkdə olan müəllimlərdən ibarət edir bizim 216 saylı məktəb. Amma ki, bizə təqdim olunan direktorla düzgün təyin olunub təhsil idarəsi tərəfindən göndərilmir. İndi Çinarə xanım Cəbrayılova 3 ayda artıq məktəbimizə təyin olunub. Çinarə Cəbrayılova məktəbə girən kimi yenə məktəbin təhsili məndən başladı, yarısı da Ağayev Həqiqət Anam Bufetdən başladı. Bilirsiniz ki, Bufet özəl bir şirkətindən müqavilədədir və yəni məktəbə girən kimi heç məktəblə tanış olmamış, mənim Ağayev Həqiqət Anama yaxınlaşaraq dedi ki, yəni sən artıq vaxtdır, sən buradan getməlisən. Və mən ona gələn gün gedib iradımı bildirəndə mənə qayıtdı ki, yəni mən heç vaxt yadıma gəlmir ki, məktəbə layiq olmayan bir geyimdə məktəbə girim. Mənə qayıtdı ki, mən sənə məsləhət görürəm ki, kənara dur, mən o xanımı çıxartacağım işdən. Mən ona bir qanunu bildirəndə ki, özəl bir şirkətin, sizin məsələn bu 216 saylı məktəbin müdiriyyətində heç bir aidiyyəti yoxdur. Onun öz təyinatı var, öz müdiriyyəti var. Bir də mənə o iradını bildirdi ki, sən məktəbə, mən sənə məsləhət görərdim ki, uşaqların qabağına bu geyimdə gəlmə. Geyimim də mənim, yəni ki, normal bir kostyumdan ibarət idi, şalvarlı kostyumdan ibarət. Halbuki Çinarə Cəbrayılova özü məktəbə direktora yaraşmayan bir formada gəlmişdi məktəbə. Geyimi, danışığı. Onu nəzərinizə çatdırım ki, Çinarə Cəbrayılova təhsil idarəsində, mən əgər təhsil idarəsində məktəblərə yoxlama, mən bunu belə bilirəm, məktəbi yoxlamalı, başqa məktəblərdə yoxlamaları gedir özü dediyinə görə və Çinarə Cəbrayılova günlərlə məktəbdə olmur bu adla və məktəbi telefonla idarə edir.
Çinarə Cəbrayılova gələn kimi, yəni mən ona iradımı bildirdim ki, nazirimizin əmri yoxdur belə bir şeydə ki, belə bir də ki, mən xahiş edirəm, siz də təzəsiz mənə qarşı bu ittihamlar yenidən başlanmasın. Mən çünki artıq səhhətimdə hər gələn direktor mənə qarşı bu aqressiya olanda mən özümü artıq narahat hiss edirəm. Günlər keçdi, biraz vəziyyət yaxşı oldu, sakitçilik oldu. Sakitçilik oldu deyəndə Çinarə Cəbrayılova qətiyyən təhsilə aidiyyəti olmayan bir adamdır, təhsilin məktəbə aidiyyəti olmayan. Çinarə Cəbrayılova məktəbi ancaq qışqırığı ilə, kobud danışığı ilə, kobud hərəkətləri ilə yanına yenə 5-6 nəfəri yığıb məktəbdə sanki elə bir ki, biz bir dustağıq məktəbdə müəllimlər. Bir Gestapo rejimi var məktəbdə. Yəni ki, inanın birinci mərtəbədə qışqırır. Müəllimlər, mən bir şey demək istəmirəm, yəni ki, insan məktəbə təhsilə gəlirsə, hər halda bir müsbət enerji ilə müəllim yüklənməlidir. Sinifə də girəndə bir şagirdə müsbət enerji ötürmək. Amma mən şəxsən öz adımdan deyirəm ki, yəni ki, Çinarə Cəbrayılovanın aqressiyası, Çinarə Cəbrayılovanın qışqırıqları istər uşaqları, istər valideynlər tərəfindən, istər müəllimlər tərəfindən çox pis qarşılanır. Çinarə Cəbrayılova ancaq qışqırıqları ilə məktəbi idarə edir. Yəni ki, adı olsa güya məktəbdə nələrisə düzəldir, amma əslində elə bil ki, təzədən olan rüşvətin bir panetə indi də Çinarə davam edir. Çinarə, onu da bildirim ki, bizim məktəb bilirsiniz ki, Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın rəhbərliyi ilə, vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilib bu fond tərəfindən də çox gözəl məktəbimiz var. Amma məktəbimizdə bugün özlərinin dediyinə görə, yəni məktəbimizdə min manatlarla inventar çatışmamazlığı var. Mən demək istəyirəm ki, inventar çatışmamazlığını bilə-bilə təhsil idarəsi bu inventar çatışmamazlığını bilə-bilə inventar çatışmamazlığına göz yumur. Çinarə Cəbrayılova istədiyi adamlar istədiyi şərait yaradır. Yəni ki, bizim məktəbdə bu yaxınlarda Kifayət Mahmudova adında müharibə veteranının həyat yoldaşı, 33 ilin işçisidir. Müharibə veteranı olub, 2 müharibə veteranı yoldaşı olub. Çinarə Cəbrayılova onu o həddə çatdıraraq, xanımı qeyri-qanuni olaraq həmkarların, özünün istədiyi kimi həmkarlarının iclasından qeyri-qanuni olaraq çeybənində onu işdən çıxartdı. Məktəbdə Çinarə Cəbrayılova məktəbi Xəzər rayonunun polis idarələrinin əli ilə idarə edir.